Başlayaq. Tamam. Bura qədər anlamadığımız bayaqki sualı kim vermişdi onu bir dənə deyim. Hə, 11-ci sual. Ben. 11-ci sual. Əgər bitkinin 3 buğumunda ən azı 12 ədəd yarpaq varsa, onda bitki aşağıdakılardan hansı ola bilər? Bax, bir buğuma 3 yarpaq birləşirsə, 3 buğumunda ən azı 12 yarpaq varsa, mən o 12 dənə yarpağı 3 buğuma bölsəm, yəni birinə ən azı eyni sayda böləsi olsam 4-4-4 düşər də, düzdürmü? Deməli Bəli. bir buğuma biz öyrənmişik 3 və daha çox yarpaq birləşərsə necə düzülüşdü? Topal. Topal. Topaldırsa nədir? Qarğa gözüdür də. Qarğa gözdə çünki nədir? Topaldır da. Aydındır. Bəli. Sonra 20-yə qədər, 30-a qədər, 24. 23. 23, 24 yok 28. 20 neçə dedik? 23. 23. Doğru kəsişmədir. Deməli, əlavə tumurcuq inkişaf edir. Yəni, nədən inkişaf edir? Buğum arasından inkişaf eləyir. Bəli, buğum arasından çıxır. Kökdən də çıxır və yarpaqdan da çıxır. Yəni, 23-cü sualda hər 3 ifadə doğru kəsişmədir. Ona görə cavab olur D variantı. Aydındır. Bəli. Sonra Bəli. keçdik növbəti hissəmizə. 28. 20, 26. 26. Kök sisteminə görə uyğunluq pozulmamışdır. Soğanda biz bilirik ki, saçaqlıdır. Günə baxanda mildir. Qarğıdalda saçaqlıdır. Palıdda mildir. Buğdada da necədir? Saçaqlıdır. Kök sisteminə görə uyğunluq pozulmamışdır deyirsə, bu sualda nəyə əsas diqqət edəcəyik? Bax, Y variantına baxın. Soğandır, qarğıdalıdır, buğdadır. Bunlarda necədir? Saçaqlıdır. Günəbaxan və palıdda necədir? Mildir. Burada məsəl 2-4 variantı var, gör. Yoxdur. Əslində burada 2-4 variantı olsa, o ifadə yanlış olar. Çünki bu sual yanlış olar. Çünki burada da pozulmayıb da, başa düşdün? Bəli. Keçdik növbəti hissəmizə. 28. 8 elə 28. 28. Orqan şəkil dəyişmələri ilə bağlı uyğunluğu müəyyən edin. Baxaq. Deməli, noxudda deyir ki, kök minus, gövdə minus, yarpaq. Yox, noxudda yarpağın şəkil dəyişməsi nədir? Bığcıqdır, düzdür? İtburnuda gövdənin şəkil dəyişməsi nədir? Tikandır da. X-imiz oldu bığcıq, Y-imiz oldu tikan. Çuğundurda da kökün şəkil dəyişməsi nədir? Meyvə kök. Bəli. Sonra 30. 30. 30-da deyir ki, cədvəldə eyni mənşəyə malik orqanların verildiyi sıranı tapın. Üzümün bığcığı nəyindi? Gövdənin. Noxudun bığcığı nəyindi? Tikanın. A variantı getdi, düzdür? Biri bığcığın, biri yarpağınsa, biri gövdəninsə bunu çıxdıq. B variantında üzümün bığcığı nəyindi? Gövdənin. Kartofun gövdə yumrusu nəyindi? Gövdənin. Zirincin tikanı nəyindi? Yarpağın. Bunu da çıxdıq. Çünki zirinc pozdur.
Kartofun yumrusu gövdənin, üzümün bığcığı gövdənin, çayırın kökümsovu yenə gövdənin. Ona görə bu ola bilər. Aydındır. Bəli. Sonra 31. neçə? 31-ə baxaq. Cədvələ əsasən X, Y və Z bitkilərinin zoğlarının verilmiş hissəsindəki buğumların minimum sayını tapın. Burada deməli nə deyir? Bir dəqiqə. Deməli, deyir ki, X, Y, Z bitkilərinin zoğlarının verilmiş hissəsindəki buğumların minimum sayını tapın. Baxaq. Bax, yarpaq düzülüşü deyir, necədir? Yarpaq düzülüşü necədir deyir bir X-də? Növbəli. Növbəlidir. Və yarpaq sayı neçədir? 8. 8-dir, bəli. Yarpaq düzülüşü Y-də necədir? Topalı. Topalıdır və yarpaq sayı neçədir? 4. Aha. Sonra növbəti hissəmizdə sizcə topa düzülüşlü olub da 4 dənə yarpağı olan yerdə neçə buğum olar? 1 elə. 1 olar. Mən 4. 1. Deməli, uşaqlar, bircə dəqiqə. Növbəlidə 8-dirsə, 8-i böldük 1-ə, elədi 8. X 8-dir. Topada 4-dürsə, deməli 1-nə birləşəcək, eləyəcək Y-imiz 1, elədi 9. Qarşı-qarşıya da 12-dirsə, 12-yi 2-yə bölürsən, eləyir 6. 6 da Z-dir. Bizdə də buğumların sayını soruşursa, X-imiz neçə idi? 8. Topada neçə oldu? 1. Qarşı-qarşıya da neçə oldu? 6. Deməli, 8 üstə gələk 1 elədi 7, 9. Üstünə də 6 gəldik, neçə elədi? 15. Başa düşdük. Aydındır uşaqlar. Mən başa düşmədim mən heç nə. Növbəli düzülüşdə bir yarpaq bir buğuma birləşir, düzdür? Bəli. 8 dənə yarpaq varsa, neçə dənə buğuma birləşəcək? 8 dənə varsa 4 dənə. Ay Milana, deyirəm ki, növbəli düzülüşdə bir buğuma bir yarpaq birləşir. 8 yarpaq varsa, Bəli, 8 dənə. hə də bunu bildik də. X-imiz neçədir? 8-dir. Bəli. Topa düzülüşdə bir buğuma 3 və daha çox yarpaq birləşir, düzdür? Bəli. 4 Bir dənə dənə yarpaq buğum. birləşibsə, minimum istəyirəmsə ki, buğum olsun. 4 dənəsini bir dənəsinə birləşdirəcəm, düzdürmü? Bəli. Deməli, Y-imiz neçə olacaq? 1, elə. Bəli. Qarşı-qarşıya da 12 dənə yarpaq varsa, 12-yi 2-yə böləndə buğum sayını tapıram. 6. Bəli. 6. 8 üstə gələk 1, 9, 9 üstə gələk 6 elədi 15-də. Hə, bəli, bəli. 40-a qədər varsa deyin. 36. 36. Nöqtələrin yerinə nə yazılmalıdır? Bəzi ağacların kökləri papaqlı bitkilərin yeraltı hissəsi ilə birləşərək mikoriza əmələ gətirir. Dərsliyimizdə var. Mikoriza faydalıdır. Bitkinin soruculuq, torpaqdan suyu sorma xüsusiyyətini neyinir? Artırmış olur. Ona görə 36-da cavab C-dir. Keçdik. 41-ə qədər var. 50-yə qədər. 39 mən. 39-dan öncə var. 39-a baxıram. Deyir ki, verilmiş fikirlərdən hansı doğrudur? Kökün sorduğu su kök üsküyündən keçərək gövdəyə ötürür. Səhvdir. Kök sorduğu su əmici tellərdən keçir. Əmici tellərdə
sorucu zonadadır. Kök üstü lap aşağıdadır. Bu olmur. Kök, kökün sorduğu su bölünmə zonasından səhvdir. Kökün sorduğu su böyümə zonasından səhvdir. Çünki kökün sorduğu su hansı zonadan yuxarı qalxır? Sorucudan qalxır hara? Ötürücüyə də. Kökün sorduğu su ötürücü zonadan keçərək gövdəyə ötürülür. Cavab D bəndidir. Aydındır. Bəli. Keçdik. 41, 42 daxil. 50-yə qədər. 48. 48. Bax, bu şəkil eyni ilə kitabda var. Şəklə əsasən heyvan toxumaları haqqında yanlış fikri seçin. A bilir hamısının üstündən yazıblar da nədir? Yazıb ki, C orqanizmdə dayaq funksiyasını yerinə yetirə bilər. C nədir? Əzələdir, düzdür? Əzələ bizim bədənimizdə dayaq funksiyasını yerinə yetirir də dayağımızı təşkil edir. Həmçinin balıqda da belədir. A qıcıqların qəbulunda və ötürülməsində iştirak edir. Bəli, sinir toxuması qıcığı qəbul edir, ötürür, düzdür. C variantında D orqanizmlərin hərəkətini təmin edir. Bəli, əzələ orqanizmin hərəkətini təmin edir. D variantında B orqanizmin səthin örtən örtük funksiyasını yerinə yetirə bilər. B epitelidir. Bəli, epiteli örtük funksiyasını yerinə yetirə bilər. Y variantında orqanizmdə A C-yə nisbətən geniş yayılmışdır. Sinir toxuması birləşdiriciyə nisbətən geniş yayılmayıb. Sinir toxuması müəyyən bir yerlərdədir. C isə nədir? Birləşdiricidir. Birləşdirici toxuma bədənin bax, qandır, limfadır, toxuma mayesidir. Bunlar hamısı nədir? Birləşdiricidir. Bu yanlışdır. Yəni C, A, C-yə nisbətən geniş yayılmışdır ifadəsi nədir? Yanlışdır. Aydındır. Bəli. Keçdik növbəti hissəmizə. 50-yə qədər. 53 daxil. 51. 51. Şəkildə göstərilən bitki haqqında doğru fikirdir. Bu kartof bitkisidir. Əkiblər bu şəkildə bitib. Meyvə köklü bitkidir, yox. Kökümsovlu bitkidir, yox. Gövdə yumrusuna malikdir. Bəli, soğanaqlı bitkidir, yox. Meyvəsindən qida kimi istifadə olunur. Xeyr. Deməli, gövdə yumrusuna malikdir. C. Gəldik. Mən C yazmışdım. Cavab D çıxır ona görə. Məndə də 52 deyil. Cavabda deyildi. Cavabda yox, C-dir. C'dir. Tamam. Cavabda C-dir. Yox, cavabda C-dir. Səhv yoxlayıbsan. Cavabda C-dir. Yaxşı. Keçdik. Neçə? 53. 53. 52. 52. Şəkildə göstərilən bitki haqqında doğrudur. Bu bir yer köküdür. Köküm yorulu bitkidir. Xeyr, kökümsovlu yox. Gövdə yumrusuna malikdir, yox. Kök şəkil dəyişməsi qida kimi istifadə olunur. Bəli, yer kökünün biz kök şəkil dəyişməsindən qida kimi istifadə edirik. Cavab olur D variantı. 53-də də deyir, verilmiş qrafikə əsasən bitkilərdə buğumların sayını hansı bənd doğru əks etdirir? X bitkisində bir buğumda olan yarpaqların sayı X-də 4 dənədir, Y-də 2 dənədir, Z-də 1 dənədir. Deməli, buğumların sayını hansı bənd doğru əks etdirir? Bax, Z-də 1 dənədirsə, deməli, bir buğumda 1 yarpaqdır. Y-də 2 dənədirsə, bir buğumda olan yarpaq sayı, dəqiqə. Burada yanaşma necədir? Bax, burada X sizcə X böyükdür, yoxsa Y buğumda olan yarpaq sayına görə? Y. X böyükdür. Y böyükdür, X. X. X böyükdür, yoxsa Y uşaqlar? Bir dənə diqqətlə baxın. Y müəllim. Deyir ki, verilmiş qrafikə əsasən bitkilərdə buğumların sayını hansı bənd düzgün əks etdirir? Buğumun. Burada X-də bir buğumda olan yarpağın sayı neçə dənədir? 4 dənə. 4 dənə yarpaq neçə dənə X-in buğumunda yerləşə bilər? Bir dənədə də yerləşə bilər müəllim. Bəli, bir dənədə də yerləşə bilər. Bəli. Bəs Y-in 2 dənə yarpağı neçə buğumda yerləşə bilər? 2 dənə də müəllim. Y-in 2 dənəsi
əgər qarşı-qarşıyadırsa neçə dənə ola bilər? Bir dənə. 2 dənə. Digərdirsə neçə ola bilər? Bəli desələr 2 dənə. 2 dənə. Z-in də bir dənəsi ilə bir dənədə yerləşirsə bu necədir? Növbəlidir də, düzdürmü? Elədir uşaqlar. Bəli. Hə. İndi baxın görün. 53-də x z böyükdür də y-dən, düzdürmü? Bir buğumda olan yarpaq sayına əsasən deyirik. Anlamadıq. 53-cü sualı yenə izah edəcəm. Bir dənə digər suallarımız varsa baxaq. Onun üzərində yazıb izah edəcəm, anlayacaqsınız. Açıq tipli suallardan 1-dən 10-a qədər varsa deyin. Var 1-dən 10-a qədər. Neçə? 5. 5. Yarpaq damarlanması buğda bitkisində olduğu kimidir. Buğda bitkisində necədir? Paraleldir, düzdür? Bəli. Aha. Arpada necədir? Paraleldir, bəli. Çinarda torvaridir. Qamışda paraleldir, bəli. Günə baxanda torvaridir. Armudda da torvaridir. Ona görə cavab olur 5-ci sualda 1 və 3. Keçdik. 11 daxil. 20-yə qədər. 16. 16-ya baxıram. Bu görə 16-da nə deyir ki? Deyir ki, şəkildə əks olunan bitkinin insan tərəfindən yeyilən nəsə 16-da nə deyir? Şəkildə bu bitkinin toxumla çoxalması zamanı 42 ədəd kök əmələ gəlmişdirsə. Biz bilirik 42 dənə kökün mütləq biri əsas kökdür, çünki toxumla çoxalıbdır. Yan köklərin sayını hesablayın. Kök növlərinin 16-sı əlavə kök olarsa, deməli 42-dən biri çıxıram, qalır 41, 41-dən 16-nı çıxıram. Qalır neçə? Deməli 25. 25 dənəsi nədir? Yan köktür. Anlaşıldı? Bəli. Niyə elə dedik? Bir dənəsi əsas kök ona görə olur ki, kartof bitkisi toxumla çoxalanda mütləq orada bir dənəsi nə olur? Əsas kök olur da. Aydındırmı? Bəli. Keçdik 20-yə qədər. 19. Bu bitkinin, yəni çuğundur bitkisidir. Bu bitkinin toxumla çoxalması zamanı 45 ədəd kök əmələ gəlmişdirsə, əsas və əlavə köklərin sayını hesablayın. 45-dən 25 çıxırıq yan kökü, qalır neçə? 20. 20 dənəsindən bir dənəsi əsas kökdür, çünki toxumla çoxalıb, qalır neçə? 19. Deməli, burada 19 dənə əlavə var, bir dənə nə var? Əsas kök var. Toxumla çoxalma zamanı mütləq bir dənə nəyə götürəcəyik? Əsas kökü mütləq götürməyimiz lazımdır. Neçə dənə olur əsas kök? Bir dənə. Aydındırmı? Keçdik digər hissəmizə. Müəllim 20. Necə? 20 müəllim. 20-yə baxıram. Bu bitkinin 30 toxumundan maksimum neçə ədəd yeraltı orqan şəkilləşməsi əmələ gələr? Uşaqlar, çuğundurun bir dənə toxumundan bir dənə əmələ gəlir. Ona görə də 30 toxumdursa 30 dənə əmələ gələcək. Cavab 20-də 30-dur. Aydındır. Bəli. Keçdik generativ orqanlar, bitkilərdə çoxalma, elm, texnologiya, həyat. 1-dən 10-a qədər. 10-20 arası. 10. Ona baxıram. Şəkildə üçrəng qaymaq çiçəyi bitkisinin cücərməkdə olan toxumu təsvir olunmuşdur. Hansı toxumda mərkəzi hüceyrənin sperm ilə birləşməsindən əmələ gələn toxum strukturunun kütləsi ən azdır. Yəni, bu nə deməkdir? Mərkəzi hüceyrə ilə spermin birləşməsindən əmələ gəlir endosperm. Endospermin kütləsi ən azdır 5-cidə. Çünki niyə? Bitki onu get-gedə neyinir? İstifadə edir də. Ən azdır, üzr istəyirəm, bircə dəqiqə dayanın. 10-cu sualda deyir ki,
mərkəzi hüceyrə ilə sperminin birləşməsindən əmələ gələndə əmələ gələn toxumun kütləsi mərkəzi hüceyrənin sperm ilə birləşməsinə əmələ gələn toxum strukturunun kütləsi, yəni mərkəzi spermin, yəni endospermin kütləsi ən azdır. Dəqiqə, ən azdır deyirsə, deməli istifadə edilə neyinir? Azalır da. Ən azdır 5. Bəli. Sonra növbəti 12. neçə? 12. Cücərən zaman hansı bitki toxumu yalnız atmosfer havası ilə tənəffüs etmir? Biz bilirik ki, çəltik bitkisində cücərmə zamanı suyun altında olan nədən istifadə eləyirlər? Oksigendən istifadə eləyirlər. Ona görə də cavab nədir? Çəltikdir. Aydındır. Başa düşdük bunu. Bəli. Keçdik 20-yə qədər. 16 mı? 16-da deyir ki, Nə toxumunda ehtiyat qida maddələri toplanır. Nədir? Müəllim 13. 13. Şəkildə paxla meyvəli bitkinin cüzərməkdə olan toxumu təsvir olunmuşdur. Hansı toxumun ləpələrində ehtiyat qida maddələrinin miqdarı azdır? Az olan təbii ki, şeydə, yəni ən çox böyük olandadır. Yəni o istifadə eləyibdir də artıq böyüyə-böyüyə. Başa düşdün? 4-cüdür də ən az olan. 10 neçə dedik? 16. Bitki toxumu yalnız rüşeymin ləpələrində toplanırsa, bu lobiya ola bilər. Yalnız endospermdə toplanırsa, bu buğda ola bilər. Rüşeymin kökçük, gövdəcik və ləpələrində toplanırsa, bu nə ola bilər? Ola bilər, onun adı nədir? Uşaq bəy, bəli. Mən sizə demişdim də, hansında nə toplanır, harada toplanır. 20-yə qədər, 30-a qədər, 24. 24. 24. Deyir ki, cədvələ əsasən Y çıxaq X-in fərqini hesablayın. Ana mikrospor hüceyrələrin sayı, mikrosporların sayı. Mikrosporun sayı 100-dürsə, bir dənə ana mikrospor hüceyrədən neçə dənə mikrospor əmələ gəlir? 4 dənə, düzdür? Aha. Deməli, mən 100-ü 4-ə böləndə nəyin sayını tapıram? X-in. 100-ü 4-ə böləndə neçə eləyir? 25 eləyir. Deməli, X neçədir? 25-dir. Yetkin tozcuqlarda olan nüvələrin sayı bir mikrosporun içində neçə dənə nüvə olur? 2 dənə. 100 dənə mikrospor varsa neçə dənə nüvə olacaq? 100 vuraq 2 qədər. Yəni neçə? 200, düzdür? O Y-imiz neçədir deməli? 200, düzdürmü? Y-imiz 200-dürsə, bizdən nəyin sayını soruşur? Bizcə dəqiqə. Y çıxaq X-in nəyini soruşur? Fərqini soruşur da. Deməli, 200-dən neçə çıxırıq? 25, qalır neçə? 175. Aydındır? Bəli. 30 daxil, 23. Verilmiş bitkilərdən hansının tozlanması abiotik amillə əlaqəli deyil? Abiotik amil cansız mühit amilləridir. Çovdardır, palıddır, qarğıdaldır. Bunlar küləklə tozlanır. Abiotik amillə bağlıdır. Qoz da küləklə tozlanır. Amma gəndalaş milçəklə tozlanır. Milçək də abiotik yox, biotik. Yəni canlı amildir. Canlıdır da milçək ona görə. 30 daxil, 26. 26. Cədvəldəki bitki verilənlərdən hansı ola bilər? Bir çiçəyinin tozlanmasına sərf Müəllim. Bəli. Müəllim, biz indi gedirik, olar biz dərsəniz 5 çıxaq. Olar. Cədvəldəki bitki verilənlərdən hansı ola bilər? Bir çiçəyinin tozlanmasına sərf olunan tozcuq sayı çoxdur. Bir dişiciyinin tozlanmasına sərf olunan tozcuq sayı bir dənədir. Bax, belə bir şey deyim. Burada dolayısıyla bilirsən nə demək istəyir? Demək istəyir ki, elə bir dənə bitki seç ki, o bitkinin
meyvəsi bir toxumlu olsun. Amma bir çiçəyinin tozlanmasına daha çox tozluq sərf olunsun. Məsələn, moruq bitkisinin balaca üstündə olan moruq görmüşük də, moruğun o yekə yumrusunun üstündə balaca yumrular var. O yumruların hər biri bir dənə dişicikdən əmələ gəlir. Hər birinə də bir dənə tozluq lazımdır ki, onun içindəki çərdəyin əmələ gəlməsini təmin etsin, yəni toxumu. Bir çiçəyinin tozlanmasına sərf olunan tozluq sayı çoxdur da. Çünki o neçə dənə yumru varsa o qədər lazımdır. Bir dişiciyinin tozlanmasına sərf olunan tozluq sayı da bir dənədir. Deməli cavab olur nə? Moruq A variantı. Başa düşdük bunu. Bəli. 30-a qədər. Qırxa qədər. 50-yə qədər. 42. 42. 48. 42 var. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Bir toxumlu meyvədir. Bir toxumlu meyvə, şirəli meyvə. Aha. Bir dəqiqə. Aha. Burada deyir ki, uyğunluq nə deməkdir? Bax, deyir ki, elə bir şey seç ki, X-in həm bir toxumlu forması olsun, həm də çox toxumlu. Yəni, X nə ola bilər? Sizcə quru meyvə ola bilər, şirəli meyvə ola bilər. Quru. Quru, bəli. Qurunun həm bir toxumlusu var, həm də çox toxumlusu var. Düzdürmü? Düzdür. Şirəli meyvəyi də nəyə götürə bilərik? Gilə meyvəni götürərik də. Aydındır. Bəli, bəli. Düşdüm mən. 50-yə qədər. 48. 37. Çiçəkdə erkəkcik və dişiciyin bitki üzərində yerləşməsi sxematik əks olunub. Hansı bitkinin çiçəkləri hermafrodit çiçəklər hesab olunur? Y və D hər ikisi varsa bu nədir? Hermafroditdir. Düzdür. X-in üstündə bir dənə daha kvadratın içində həm Y var, həm D var. O nədir? Hermafroditdir. Y-də Y ayrıdır, D ayrıdır. Deməli, hermafrodit deyil. Z-də də 2 dənə D-dir. Deməli, nədir? Hermafrodit deyil. Hermafrodit o deməkdir ki, hər ikisi olsun. Deməli, o deyil. Deməli, cavab olur yalnız nə? X, A variantı. Aydındır. Bəli. 40-a qədər. 50-yə qədər. 48. 48-də deyir ki, çiçək yanlığı eyni cür yarpaqçıqlardan təşkil olunub. Bu sadə çiçək yanlığı olanı götürməliyik. Deməli, almada 2 qatdır, götürmürük. Dağ laləsi ola bilər, bəli. Zambaq ola bilər, bəli. Kələmdə olanmaz, gilasda olanmaz. Cavab 2, 3 olacaq C variantı. Aydın oldu. Bəli. Keçdik 64-ə qədər. 60. 60. Verilmiş proseslərin baş vermə ardıcıllığını müəyyən edin. Deməli, biz bilirik ki, bunların içində birinci tozluq yetişməlidir. Düzdürmü? Tozluq yetişməlidir 2. Təzədən həmin o tozluq tozlanma prosesinə həyata keçirməlidir. Yəni, tozluq yetişir, sonra nə olur? Tozlanma. 2 olur, sonra 1 olur. Üzr istəyirəm. Tozluq yetişir, bəli. Sonra olur tozlanma. Tozlanmadan sonra nə olur? Tozluq borusu yaranır. Yəni, 2, sonra 1, sonra 4 və tozluq borusu da uzanıb yumurtacıqdakı yumurta hüceyrə ilə sperminin içindəki olan spermlərlə mayalayır. Olacaqdır 3. Deməli, 2, 1, 4, 3. Cavab B variantı. Aydındır. Bəli. 64 daxil. 62. 62-yə baxırıq. Tam çiçəkdə əsas üzvlərin qeyri-əsas üzvlərə nisbəti neçədir? Çiçək saplağı və çiçək yatağı nəzərə alınmaqla. Tam çiçəkdə əsas üzvlər hansıdır? Deyəcəyik ki, erkəkcik və dişicik nədir? Əsas üzvdür.
Əsas üzvlərin qeyri-əsas üzvlərə nisbəti. Qeyri-əsas üzvlər hansıdır? Ləçəklərdir, kasa yarpaqlarıdır, saplaqdır, bir də çiçək yatağıdır. Neçə dənədir? 4 dənədir. Deməli, erkəkcik, dişicik əsas üzvdür 2 dənədir, o birisilər də 4 dənədir. Nəticədə neçə olur? 1-in 2-yə nisbət. Başa düşdük? Aydındır uşaqlar. Bəli. Bəli. Keçdik. 64 daxil. O birisi başlığa keçirik. 1-dən 10-a qədər 3. 3. Meyvəsindən qida kimi istifadə edilmir. Kələmin meyvəsindən istifadə edilmir. Kartofdan istifadə edilmir. Turpdan həmçinin. Gilasdan istifadə edilir. Bəli. Arpadan istifadə edilir. 5. Pomidordan istifadə edilir. 6. Yəni 3-cü sualda olacaqdır. Demək, istifadə edilməyən kələm, kartof, turp. 1, 2, 3. Keçdik 10-a qədər. Yoxdur. O birisi başlıq açıq tipli suallardan 16 dənədən sualınız varsa deyin. Var uşaqlar. Eləyibsiz testləri, yoxsa yarımçıq buraxıbsınız? Tamam. Sualı olan desin. 16. 16-ya baxıram. Neçə? 16-dan öncə var uşaqlar. 16-dan öncə var. Tamam. 13. 13 var. Bax, bu bitki günə baxandır, düzdür? Yazıb ki, bu bitkinin 50 meyvəsinin yaranması üçün mayalanmada iştirak edən hüceyrələrin cəmi sayını hesablayın. 50 meyvənin, biz bilirik ki, çiçəkli bitkilərdə bir meyvənin, yəni bir dənə meyvənin əmələ gəlməsində biz bilmirik neçə hüceyrə iştirak edir. Amma bir meyvənin içində bilirik bir dənə toxum olur da, düzdürmü? Yəni Bəli. bunlarda. Lobiyada məsəl üçün bir meyvənin içində nə olur? Çoxlu toxum olur, düzdür? Biz bilirik ki, bunların bir meyvəsinin içində bir dənə toxum var. Deməli, 50 dənə meyvəsində 50 dənə toxum olacaq. Hər toxumun əmələ gəlməsində də 4 hüceyrə iştirak edir. 50-nin 4-ə vururuq. Neçə eləyir? 200. 200. Bəs mən desəm ki, lobyanın bir meyvəsinin əmələ gəlməsində mayalanmada neçə hüceyrə iştirak edib, toxumun sayını deməsəm tapa bilərik? Xeyr. Xeyr, onu tapanmarıq. Evet. Keçdik. 1-dən 16-ya qədər varsa deyin. 16. 16 demişdik. Bu bitki kartof bitkisidir. Deyir ki, bu bitki meyvəsinin 20 toxumunun yaranması üçün mayalanmada iştirak edən qametlərin say cəmini hesablayın. Cəm sayını hesablayın. Bilirik ki, kartofun əgər bir meyvəsini deyirsə, meyvəsinin içində 20 dənə toxum varsa, bir toxumun əmələ gəlməsində iştirak edir 2 ədəd spermi, 1 ədəd yumurta hüceyrə, bir dənə mərkəzi hüceyrə. Demişdik ki, mərkəzi hüceyrə qamet deyil, 2 spermi və 1 yumurta hüceyrə isə nədir? Qametdir. Ona görə də 20-ni 3-ə vururuq. Eləyir neçə? 60. Aydındır. Qumral buradadır, qumral. Buradadırsa səsini açsın. Ben burada Buradayım ay müəllim. Tamam. Qumral yazmışdın hamısını. Qumral yazmışdın hamısını testlərin. Bəli. İndi zəhmət olmasa 2 dəqiqəmiz var. Hər kəs mənə yazdığı testlərin dəftər şəklini çəkib tez mənə göndərsin. Hansı dəftərə yazıbdır, vərəqə yazıbdır, onun şəklini çəkib tez göndərsin. ta üstüne yazmışam, attım elə. Nəyin üstündə yazıbsan at, bəli, problem yox. Şəkillərini çəkin at. Deməli uşaqlar, mən sizə burayla baxın, burada olan nə qədər testçi var? Burada olan nə qədər testçi var uşaqlar? Biz bunların hamısını, birinci hissəyə aid olanların hamısını bitirdik.
İnşallah ki, gələn dərsimizdən etibarən biz yeni dərs keçəcəyik heyvanların bədən quruluşundan bağlı və onu keçdikcə buradan aid olan testlərimizi işləyəcəyik. Və mən sizə bugün əlavə test tapşırığı verəcəm. O da 7-ci sinif testindəndir. Mən sizə şəklini də çəkib atıb, hansı səhifədən hansı səhifəyə qədər işləyəcəksiniz, onu da deyəcəm. Həftənin 5-ci gününü onu işləyirik. Bu həftə 6-cı günü və həftənin bazar günü əlavə dərsimiz olacaq. Onun da saatını 5-ci gün sizlə əvvəlcədən danışacağıq. Sağ olun. Evə nə oldu müəllim? Evə tapşırığı səslə, şəkillə çəkib göndərəcəm. Yaxşımı? Bəli. Özünüzə yaxşı baxın, çalışın, xəstələnməyin. İnşallah görüşərik. Mən sizə tapşırıqları göndərəcəm. Bu dediyimiz, gördüyümüz dərsin də linkini sizə göndərəcəm inşallah. Yaxşı, keçən dərsdən birlikdə. Sağ olun, gecəniz xeyrə. Sağ olun müəllim. Sağ olun. Sağ olun.